Əsr namazından sonra nəhayət Bəqi qəbirstanlığına buraxdılar. Hər zaman açıq olmur. İndi gəlmişik. Bəqi qəbirstanlığındayıq. Bizdən başqa xeyli insan var burada. Ziyarət eləməyə gəlir. Buradakı qəbirləri görürsünüz də. Yəni ad yazılmayıb heç birinin üzərinə. Daşlardır. Bir də belə təpə kimi eləyiblər torpağı. Burada xeyli səhabə dəfn olunub. Ondan başqa Peyğəmbərin övladları, oğlu İbrahim, süd anası, Həzrəti Əlinin anası, Həzrəti Abbasın anası və digər şəxslər dəfn olunub bu məzarlıqda. Böyük məzarlıqdır.